Bugün 15 iyun Qurtuluş günüdür. Lakin bizi bu qəzalı yataqxanalardan, bu xaraba yataqxanalardan qurtaran bir qüvvə tapılmadı bu Azərbaycanda. Səsimiz də prezidentimizə çatmır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başımızı aldadıb 2019-cu ildə bu qəzalı yataqxanaya köçürdü bizi. Dedilər ki, 5-6 ay köçəcəksiniz, yəni sizin problem həll olunacaq. Amma artıq üstündən 7 il keçibdir. İndi məsuliyyəti atıblar şirkətin üstünə. Buranı tikən KM şirkətinin üstünə. Amma KM şirkəti də bizə xaraba yerləri göstərir ki, elə xaraba yerlərdə yaşayaq. Axı bizim bir qüvvə tapılmır bu Azərbaycanda ki, bizim bir problemimiz həll eləsin. Həll edən bir qüvvə yoxdur. Biz bərbad haldayıq, bərbad vəziyyətdəyik. Bu yataqxana uçmaq üzrədir. Buradan bir daha da prezidentə müraciət edirəm. Cənab prezident, bizə xilas eləyin, bizi kömək eləyin, bizi bu bərbad vəziyyətdən xilas eləyin. Ömrümüz çürüdü bu qəzalı xaraba yataqxanalarda. Problemimiz heç kimin vecinə deyil.